26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrında Zəfər tarixi yazmış Şanlı Ordumuz adlı tədbir təşkil olunub. Sumqayıt Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, idarə, müəssisə və təşkilatın nümayəndələri, şəhid ailələri, qazilər, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının sədri Ramiz Hüseynov Silahlı Qüvvələr Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan ordusu Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçərək regionun ən güclü ordularından birinə çevrilib. Ramiz Hüseynov Vətən müharibəsində əldə olunan tarixi zəfərin Azərbaycan hərbiçisinin peşəkarlığının, xalq ordu birliyinin və dövlətimizin gücünün parlaq nümunəsi olduğunu vurğulayıb. Tədbir çərçivəsində Azərbaycanın milli qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş Ölməz qəhrəmanlıq dramı nümayiş etdirilib. Tamaşada milli qəhrəmanın keçdiyi şərəfli həyat yolu, vətənə sədaqəti və göstərdiyi qəhrəmanlıq nümunələri səhnə dili ilə tamaşaçılara təqdim olunub. İştirakçılar tamaşanı böyük maraqla izləyib. Əsərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Günay Hüseynova, Şəmstan Fikrətli, Elburuz İsmailov bugün informasiya proqramı üçün.